Rusiyada hərbi xidmətə yaz çağırışı aprelin 1-dən iyulun 15-nə dək keçirilir. Bu il 160 min yeni çağırışçının hərbi xidmətə cəlb olunması planlaşdırılır ki, bu da 2011-ci ilin payızından bəri ən yüksək göstəricidir. 2008-ci ildə xidmət müddəti 12 aya endiriləndə çağırışçıların sayı xeyli artmış, 2009-cu ilin yazında 305.600 nəfərin orduya çağırılması ilə pik həddinə çatmışdı. Amma sonrakı illərdə kəskin azalma başladı. Rusiyanın müasir tarixində ən az çağırışçı sayı 2022-ci ilin payızında olub, 120 min nəfər. Bu ilki yaz çağırışı son 14 ildə ən böyük çağırışdır. Çağırışçıların sayında bu artım Prezident Vladimir Putinin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin mərhələli şəkildə artırılması haqqında fərmanlarının icrası ilə bağlıdır. Putinin fərmanına əsasən növbəti 3 il ərzində hərbi qulluqçuların sayının 1,5 milyona çatdırılması planlaşdırılır. Laçın Beynəlxalq Hava Limanına ilk dəfə təyyarə eniş edib. Bununla bağlı video görüntüləri yayılıb. Görüntülərdə kiçik həcmli təyyarənin eniş etdiyi əks olunur. İran istənilən təhlükəyə bütün gücü ilə cavab verməyə tam hazırdır. Bu sözləri İran ordusunun baş qərargah rəisi general-mayor Məhəmməd Baqiri deyib. Bütün səylərimiz çəkindirmə, effektiv müdafiə, davamlı təhlükəsizlik, sabitlik və sülhə yönəlməlidir. Baqiri qeyd edib ki, İran regionda sülh və təhlükəsizliyin bərqərar olmasına çalışır. Qeyd edək ki, ABŞ lideri Trump İranın nüvə sazişindən imtina edəcəyi halda bombardmanla hədələyib. İran isə birbaşa deyil, dolayı danışıqlara hazır olduğunu qeyd edib. Ermənistan ordusu şərti sərhədin Tovuz rayonu istiqamətində mühəndis istehkam işlər aparıb. Qeyd olunub ki, ərazidə yeni atəş nöqtələrinin yaradılması, mövqelərdə təkmilləşdirmə işlərinin aparılması, kəşfiyyat üçün nəzərdə tutulmuş fortifikasiya qurğularının quraşdırılması və yeni alternativ yolların çəkilməsi müşahidə olunur. Ermənistan hakimiyyəti sülh gündəliyinə sadiq olduğunu bəyan etsə də, əməldə tamam fərqli davranır. Ermənistan hərbi siyasi rəhbərliyi bütün şərti sərhəd boyu əsasən hücum xarakterli mühəndis istehkam işləri görür. Bu müşahidələr bir daha təsdiq edir ki, rəsmi İrəvanın Azərbaycana qarşı məkirli gündəliyi var. Məlumatda qeyd olunub. Amerika Birləşmiş Ştatları Yemənin paytaxtı Sənaya endirdiyi avia zərbələr nəticəsində 3 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb. Bu barədə Hüsilərin Səhiyyə Nazirliyinin məlumatında deyilir. Əlavə məlumat verilmir. Çin ABŞ-la qlobal razılaşma planlarından imtina edərək ticarət müharibəsine hazırlaşır. Bu barədə Wall Street Journal yazıb. ABŞ prezidenti Donald Trump'ın son tarif tədbirləri ilə Pekinin dialoqa ümidi məyusluq və qəzəbə çevirdi. Yazıda qeyd olunur. Qeyd olunur ki, Trump administrasiyasının ticarət siyasəti Vaşinqtonla ortaq dil tapmağı müdafiə edən Çin siyasətçilərinin məyusluğuna səbəb olub. İran ABŞ-la Oman Sultanlığı vasitəsilə danışıqlar aparmağı təklif edir. Bu barədə yüksək rütbəli İran rəsmisi Reuters agentliyinə deyib. Bu yol çətindir, amma Vaşinqton dəstəkləsə bu cür danışıqlar tezliklə başlaya bilər, deyə rəsmi qeyd edib. Onun sözlərinə görə İran həmçinin İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə və Bəhreynlə rəsmi xəbərdarlıqlar göndərib. ABŞ-ın mümkün hücumuna hər hansı dəstək, o cümlədən sözü gedən ölkənin qoşunlarının yerləşdirilməsi və hava məkanından istifadə üçün ərazinin verilməsi düşmənçilik aktı kimi qiymətləndiriləcək. Belə bir hərəkətin onlar üçün ağır nəticələri olacaq. Sözgedən mənbə İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin ordunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirdiyi qeyd olunub. Nəşrin məlumatına görə İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Bəhreyn hökumətlərinin sözcüləri xəbərdarlığa cavab verməyib. Bu Türkiyə Xarici İşlər Nazirliyi isə bundan xəbərsiz olduğunu, lakin bu cür mesajların başqa kanallarla ötürülə biləcəyini qeyd edib.
Rusiya ordu qüvvələrinin Basovka kəndini ələ keçirməsi ilə bağlı yayılan məlumatlar əsassızdır. Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Timchenko deyib. O vurğulayıb ki, Ruslar dezinformasiya kampaniyası aparır. Sərhədlərin pozulması və əhalinin məskunlaşdığı ərazilərin ələ keçirilməsi ilə bağlı yalan məlumatlar yayırlar. Onun sözlərinə görə, işğalçılar kiçik hücum qruplarından istifadə taktikasını davam etdirir. Onların əsas məqsədi Ukrayna ərazisinə soxulmaq, möhkəmlənmək və döyüş zonasını genişləndirməkdir. Qeyd edək ki, bundan öncə Rus ordusunun Ukraynanın Sum vilayətinin Basovka yaşayış məntəqəsini ələ keçirməsi barədə məlumat yayılıb. Rusiya Qara dənizdən Ukraynaya zərbə endirmək imkanını saxlamaq istəyir. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. Rusiyanın zərbələrinə Qara dənizdən atılan raketlər də daxildir. Tərəfdaşlar onların hansı gəmilər olduğunu və bu buraxılışın dənizin hansı hissəsindən edildiyini bilir. Dənizdə atəşkəs təkcə sərbəst naviqasiya və dəniz vasitəsilə ərzaq tədarükü deyil, ilk növbədə ümumi təhlükəsizlik və sülhə yaxınlaşma ilə bağlıdır. İsrail Hərbi Hava Qüvvələri Livan ərazisinə Hizbullahın mövqelərinə zərbə endirib. Bu barədə İsrail ordusu məlumat yayıb. Zərbələr Cənubi Livandakı Zibkin yaşayış məntəqəsinə endirilib. Gürcüstan, Abxaziya və Cənubi Osetiya ilə birləşməsi realdır. Bu barədə Gürcüstanın baş naziri Irakli Kobaxidze İMEDİ telekanalına müsahibəsində deyib. Onun fikrincə, Gürcüstan səbri göstərəcək və öz siyasətində bu səbri rəhbər tutacaq. Eyni zamanda o, bu məsələnin həllinin müxtəlif amillərdən asılı olduğunu qeyd edib. Amma səbir və düzgün siyasətlə hər şey mümkündür. İranın nüvə arsenalı potensial münaqişələrin önünü almaqla regional və qlobal sabitliyə töhfə verəcək. Bunu İran parlamentinin üzvü Əhməd Naderi Tehranın Vaşinqtonla nüvə proqramı üzrə birbaşa danışıqlardan imtina etməsinə münasibət olaraq deyib. İran nüvə silahı əldə etsə, bu çəkindirici rol oynayacaq və potensial müharibələrin önünü alacaq. Rusiyanın Elektro-Il və Arktika M peykləri Moskvaya qar və çovğun gətirən Sion siklonunu kosmosdan lent alıblar. Foto Roskosmos Telegram kanalında yayımlanıb. Qış paytaxta qayıtdı, yazda qeyd olunur. Xəbərdarlıq edilib ki, aprelin 6-sında şəhərə 10 mm-dən çox yağıntı düşəcək və bu, gündəlik yeni rekorda çevriləcək. Bu fonda Nəqliyyatı İdarə Etmə Mərkəzi avtomobil sürücülərini yaxın bir neçə gün ərzində yalnız qış təkərləri ilə hərəkət etməyə çağırıb. Ancaq hamı çağırışa əməl etməyib. Moskva dairəvi yolunda baş verən qəzalardan biri kameralara düşüb. 5 avtomobil toqquşub.